Hamınızı salamlayacağım, xoş gəlmişsiniz. Mən layihə rəhbəri Sami Yolunlu. Bugünkü tədbirimiz bələdiyyə hesablarına aiddir. Deməli, tədbiri Azərbaycan Respublikasının qeyri-qanuni təşkilatlarına Dövlət Dəstək Agentliyi, İctimai İştirakçılığın dəstəklənməsi, İctimai Birliyi, Bələdiyyə İslahı, İctimai İştirakçılığının təşviqi belə adlanır. Deməli, sözü layihəmizin eksperti Şaban Əsgərov təqdim edir. Buyurun Şaban. İştirakçılar mənləri zamanında salamlayıram. Bu isti gündə vaxt ayırıb gələdiyiniz üçün hər bizə təşəkkür edirəm. Layihə gördüyünüz kimi bələdiyyələrlə bağlıdır. Yəni, bilirsiniz ki, son dövrlər bələdiyyələrin birləşməsindən bağlı yeni qanunvericiliyi qəbul olmuşdu, ondan sonra seçkilər keçirildi və bu bir il ərzində, keçən bir müddətində hökumət maraqlıdır ki, bu birləşmədən sonra bələdiyyələrin fəaliyyəti hansı istiqamətdə çətinliklərinədir, hansı işləri görə bilirlər, hansı işlərdə belə deyək, çətinlik mövzulaşırlar. Yəni, bununla bağlıdır layihəmiz ki, hökumətə bəyən belə deyək, maraqlıdır ki, öz kanallarından alır, qeyri-hökumət təşkilatları kanallarından gedən prosesləri izləyə bilsin. Həm də hamımız bilirik ki, bələdiyyələr kifayət qədər ciddi bir qurumdur, çünki seçkili orqandır, yəni dövlətdə belə kökünə seçkili orqan varsa, onunla bir bələdiyyələrdir, yəni seçki. Bu ciddi bir məsələdir, çünki vətəndaşların birbaşa iştirak elədiyi və seçdiyi namizədlər burada iştirak edir. O baxımda mən birinci burada iştirak edənlərdən bələdiyyələrdən kimlər var, qurum bilmək istəyərəm. Fərqdə olan var mı bələdiyyələr? Yox, fərqlənmir. Bir-birini belə deyək, özünü təqdim edərsiniz, sonra belə deyək. Mən çıxıb arada sizlərə söz edəcəm, hansı işləri görürsünüz, hansı çətinliklər var. Məlumat verə bilərsən bunlar var. Yəni, demək istəyir ki, sizin belə deyək, hansı fərqlərlə bilirik ki, bir neçə bələdiyyə birləşir, ərazi böyüdür, ahali artır, amma bununla bərabər məsuliyyətlər də artır, ştat bəs edilmir, subsidiyalar bəs edilmir, yığım necə deyil, əhalinin belə deyək, bu məsələdə belə deyək, burada vətəndaşlarımız da çox güman ki, öz baxış güzarından fikirlərini bildirəcəklər, çünki bu bir önəmli bir məsələdir ki, hökumətin belə deyək, marağındakı görev həm vətəndaş, həm bələdiyyələr, həm çətinliklər, həm görülən işlər, bu məsələləri bir aydınlıq gətirməyə çalışacaq bu müddətdə. Xahiş edirəm bələdiyyələrdən sizdən başlayaqları ki, görək, məlumat verəsiniz də, yəni gördüyünüz işlər barədə. Mümkün deyil. Fəaliyyətə dediyimiz kimi 2022-ci ilin fevralarının 18-dən təsdiq olunub sədrimiz və bizə yeni heyət olaraq iş başındayıq. Sədr seçildikdən sonra əsas fəaliyyət istiqamətlərimizdən biri oldu ki, vergilərin toplanması və vətəndaşlarla daha sıx əlaqədə kontaktda olmaq, əsas prioritetlərimizi təhlil edib, çox adam xəbərsizdir vergilərdən, bunların toplanmasından, bələdiyyədə belə bir mövqeyə olduğundan xəbərsizdirlər. Ümumiyyətlə, birləşmələrdən sonra kəndlərin əsas çətinliklərimiz kəndlərdir ki, orada kəndlərarası yollarda problemlər olur. Bələdiyyənin səlahiyyətləri çərçivəsində bildiyimiz kimi asfalt örtüyü vermək səlahiyyətimiz yoxdur, amma kəndlərarası yolların daşlanması, indi ərazi nümayəndələri də qeyd edə bilərlər ki, belə bərpa işləri aparılır. Rayondakı şəhərdə əsasında məhəllələrarası yolların daşlanmasında belə bu tip işlər aparılır. Sonra əsas müəssisələrlə işlərimiz var, gender bərabərliyinin üsulda, narkomaniyaya qarşı məktəblərlə belə ictimai fəallarla iş prosesimiz var. Ağac əkmə aksiyaları keçiririk, müntəzəm olaraq əsasən məktəblərin həyətyan sahələrində. Bu qədər, yəni işimiz geniş profildir, bütün istiqamətlər üzrə davam edir. Təbliğ çox-çox təşəkkür edirəm məndəşə. Belə deyək, arada çəkməli, su işləri, ekoloji hansıda bir təmiz işlər aparmaq, kifayət qədər istiqamət tələb edir. Və bilirik ki, şəhər bələdiyyələrin fərqli rayon bələdiyyələrin çətinlikləri daha çoxdur. Çünki şəhər bələdiyyələrin işlərəkən ərazisində olan bələdiyyədə müəyyən ticarət obyektləri olduğuna görə onlar rahat bələdiyyə. Maliyyənin məhsulunun böyük bir qismini toplaya bilirlər və onlara daha çox dəstək edirlər. Amma rayon bələdiyyələrində
mənim üçün maraqlıdır ki, burada vətəndaşlar vergiləri var, onların ilgili vergiləri var, ərazilərdə istifadə edir. Bu məsələlərdə vətəndaşların bələdiyyə hansısa bir, necə deyim, yığmaq çətinliyi, misal, belə şeylər olmur. Yəni, mən bunlara düzgün məbləğlərdə, amma belə deyil, hər halda veriləsi məbləğlərdə. Gözüdür, artıq şişib, verməndə hazır gəlir. Məsələn, Siyəzəndə tədbirimizdə olanlar çox bulunurlar ki, bələdiyyə torpaqlarına rahat istifadə edilmiş, əmlaka tapşırılıb, qiymətləndirmə məsələsində müəyyən şəhər ərazisində var. Ciddi problemlər yaranır. Yəni ki, obyektiv deyil, ki, yerli qiymətə uyğun deyil, şeylərin verildiyi məsələlər. Elektron sonra xəritələr məsələsində onlarla çıxartdılar, Siyəzəndəki ki, elektron xəritələr bizə gəlib çatmama görə bələdiyyələr dəqiq bilmirik ki, hansı ərazilər bu problemlərlə bu Siyəzən bələdiyyələrinin birləşdiyi problemlərdir. İndi o məsələlər sizdə də var mı? Yoxsa necə? Yox, bəzi yerlər var ki, məsələn, o burada yandır ki, bizdə bu məsələlər həll olmaq, o da var. Yəni, onsuz bir məclis olacaq ki, bu məsələlər burada durulmur, çünki bu məsələlərə daha rahat idarə edirsinlər. Onu hansı forma görə üzrəsindən. Hələ bir təklifimiz olsa, yəni, bizə bildiyinizdən ki, bizim xəttinə məsələtlər ki, belə bir təklif var ki, yenə də qanunverici öz yerə, amma qanun da insanları rahatsızlığı üçün qurumu işləmək istəyirlər. Dəyişiklik də elə bilərlər, əlavə də elə bilərlər, o belə deyil, məclislə dolan bir məsələlər. Bizdən isə sadəcə təklif verməkdir, yəni bir təkliflərimiz olarsa, işin içində olan sözlərsiniz, yəni hansı problemi görürsə və çıxış yolunu necə görürsə, onu bizə deyin ki, biz də öz xəttimizdə gördüyünüz ki, burada çəkilişdə gedir, bunlar hamısı aparata göndəriləcək çəkilişlər satın. Buradakı hansı məsələlər varsa, bizim dilimizdən eşitmək istəyirlər. Yəni bu layihəni bu istidə bizi belə deyil də boş yerə gəlmir. Yəni orada hökumətin marağında da bu işlər ki, bu işin adın belə deyil, bu layihələr həyata keçirir. Yəni tərbiyyə etdiyim tərəfdən çalışan ki, maksimum belə deyərək ümid yerdilər ki, sualla da və bu hələ bir şey ki, mənim danışmamla deyil də, sizlərdən dinləməyə gəlmişim mən çox. Ki, görək, sizlərin nə problemi var, vətəndaş kimi iştirak edə bilərsiniz, gördüklərini deyə bilərsiniz, nə çatışmır, sonra zibilin yandırılması üçün pullar, bilərlərin Siyəzəndə bu məsələlərlə deyilsin, onlar toxunurlar, zibillərin yıxılması, çatdırılması, bastırılması, belə bir məsələlər var idi, yəni, belə deyək ki, bu işləri görmək üçün texnika dillərinin çatışmır, imkanlarımız da yoxdur, Allah'ın məsələləri, bir şeylər deyirlər, yəni. Sizlərdə də hər yerin öz xüsusiyyətləri var. Vətəndaşlarla necə işləyirsiniz, vətəndaşların yenə deyəm, marifləndirmə təbii ki, vətəndaşlar arasında olmalıdır, amma vətəndaş da marağında olmalıdır əslində ki, bələdiyyə birbaşa onların həyatına, bizə deyim, birbaşa təsirlərlə olmalıdır. Hansı mənada deyəsən, bələdiyyələr onların işi bələdiyyələrlə olmalıdır. Bizim fikirləşir ki, buna bağlı kimsə nəsə deyə bilərdim ki, bələdiyyələrin, vətəndaşların bu məsələdə belə deyil, mövqeyi nədir? Razıdırlarmı, yoxsa hansı işlər şirkətlərdən tələb edə istəyərlər. Məsələn, hesabatlı var mı? Xəbərdarlıq məktəbi göndərilir. Yəni, onda bəlli müddət var, 10 gün müddətində vətəndaş geri dönüş edilməkdir. İndi prosedur qaydalara uyğun geri dönüş olunursa, məbləğin hissə ödənilməsi, yəni necə edə bilər, necə ödəsə, ona daha yaxşı təsir edir, o cür məlumatlar verilir. Bunun müəyyən miqdarda əldə edə bilirik. Təbii ki, bələdiyyə də nədən maliyyələşir vergilərindən, gördüyümüz işlərdə vergilərin bağlı sayəsini daşınır. Ya ərazi saxlanılır, ya da ki, vergi yığılmalıdır, onun işləri həyata daşınır. Bu geri dönüş eləməyən vətəndaşlarda isə gedirdə probasiya edilər, bizim hökumətin həmşə strategiyası bu ki, əvvəl bələdiyyə marifləndirmə yolundan işlərin görülməsini təqdirir və bir həftə çıxandan sonra cəlbələrlə müəllimdir. Yəni, bunu ekologiya ilə bağlı, müştəri təmizlənməsindən bağlı biz çox fayda həyata keçirdik ki, zibli hara gəldi, atmıyor, zibli qutularımızın, ya belə deyək, bu məsələlərlə bağlı çimərliklərdə, ya ümumi yerlərdə, bağlarda istiqamət edilir. Amma insanlarımız düzdür, təsir olur, amma hökumət cəmiyyəti hazırlayır ki, belə də bunu sizi həll edəcəksiniz, görəcəksiniz ki, o səviyyələdir ki, ehtiyac yoxdur. Amma o səviyyə sətandan sonra, o cərimələri artırandan sonra o məsələ daha da edəcək. Amma bu yerəcə, o dövrəcəndə 5 illik, 10 illik
cəmiyyətə vətəndaş birliklərinin sayəsində bu məlumatı satılır, vətəndaşlar rahat qəbul edirlər. Çünki vətəndaş keçməni demişdir ki, özümüz ilə. Qardaş görürlər ki, orada bələdiyyələrə hansı statusları, hansı, necə deyim də, olan deyiləsir deyil, hələ biz o səviyyə getməsi təzə ilməli, uzun illər var. Yəni, onların bələdiyyələri tam necə deyim, işgallar. Amma o da səviyyələrdə biz imkanca yenə deyəm, biz də çalışırıq ki, müəyyən öz əlimizdə olan resurslarla bu işlərə görə. Bu gün də yenə deyim, biz bu maarifləndirmə yolunu tutmuşuq, hökumət onu məsləhət edir. Amma səhərin gün hansı yolları bələdiyyə təşkil edəcəksə, yəni çox güman ki, hansısa bir bələdiyyə vətəndaş dediyim kimi yığımları verilmişdir, cüzü bir məbləğdə, mən bildiğim qədər hər şeyin qiyməti qalxır, amma bələdiyələrə vergilərdə o qiyməti qalxmır. Düzdür, hamısı deyiz, danışırsan, vəziyyətin haqqında danışırsa bu sözsüzdür, amma Allah etməsin, heç kimin şeylərini, qaramağımız kəslərini qularsın, tabii hər gün gedəcək. Mən bu işi görmüşəm, mənim üçəndə işıq problemi var, su problemi var, ya zibilinə təmizləmə problemi var, desə, deyəcək. Amma vətəndaş bunu belə deyək, gözü görməmərizdən gəldi mənim bildiyim qədəri. Sadəcə problemlər, problemi var, amma həll edilməsində öz üzərinə düşən edədir. Bələdiyyələr bu məsələlərdə təbii ki, maarifləndirmə diqqət yetirməlidirlər və qeyri-hükümət təşkilatlar təbii ki, məsələdə o daim bu nəzərdə saxlayırlar, işlər görürlər, maarifləndirmə aparırlar və biz düşünürük ki, gələcək layihələrimizi təkcə içinə yox, kəndlərdə bələdiyyə, yeri vətəndaşlarının yeri sakinlərlə söhbət edək, onların öz dinləyişdir ki, hələ məsələlər var ki, seçki bir bu öz yerində, seçkəndən sonra bələdiyyə işləməlidir, bu ücret tam müayənədir. İstiqaməti, yəni bələdiyyə varsa bu fəaliyyətin göstərməlidir və siz sosial şəbəkələrdən ya da ki, sahiblərdən istifadə edirsiniz, bu məlumatları yerləşdirə bilirsiniz. Yəni, aktiv gələn işlər barədə, subsidiyalarda sizin qanun edilir ki, bildiğimiz subsidiyalar müəyyənələr ki, bələdiyyələr Qatasiyalar verir, amma o da məbləği siyasəndə deyil qanunlar ki, məbləği 7 bin siyasənin əhəmiyyətləri istəyini alır. Nəsə, bunların məbləği qanunlar təbii ki, hökumətin bir məsələdir ki, əslində vətəndaş təmin edirlər, az insan deyirlər, kifayət qədər bələdiyyədə, necə deyim, ərazisində yaşayış yerləri var. Yox, başqalarının, yəni, üzrüzdə tutmanla deyil, kimsə istəyirsə desin bu məsələləri bilənlər, dinləndir. İcarədarlar vətəndaşlara baxılır, fayda sağlamış bir olanlarda və evlərdə, mülkiyyətdə onlara baxılır, icarədarlar ödəyir. Yəni, olan yolunda. Baxsalar. Komputerdən çıxır, müəllim çıxmalı, biraz ciddi oldu. O olacaq da təbii ki, olan yerdə və cəmiyyət olan yerdə oxuduğunuz sözsüz olacaq. Sadəcə, mən qədər başa düşdüm ki, bələdiyyələr ərazindəki torpaqla kimlərlə işləyirlərsə, onun problemi çox yoxdur. Bu yenə özür sizin bələdiyyə buyurunuz. Abiyyə sahiblərimizin sənətləri qəbul etməyə imkandır. Onunla görə bələdiyyənin sahibini qaldırsa daha yaxşı olar ki, az önce olsun, Türkiyədəki və obyekt sahibinin obyektinin olan vurulursa, bu sənətlərin kömür təqdim edər. Hara müraciət etməliyik sənədi təqdim etməyəndə, müəllim olmaq istəyir. Kimə gedəcək ki, bu vətəndaşın mağazini var, sənətləri süzü təqdim edir. Vergi cəlb etmək üçün. Vergilər cəlb etmək üçün, o ancaq məhkəmə yolu, indiki məqamda, indiki situasiyada qanun vericilər. Ancaq onun məhkəmə yolu həll edir. Vətəndaşı xəbərdarlıq göndərməsi, ondan sonra məhkəmə rəzəsini qurur səyəsin. Razı, yəni, amma bu bir deyil, iki deyil, yəni. Bir nəfər ki, mən bir onu birinci ona toxunum ki, Türkiyədəki bu zabitəsi yoxdur. Öz zabiti var ki, mən bu vergimi, bu sənəsini verirsənsə, bələdiyyədə hökm oxumaq hüququ var. Mən bir hüquqşünas deyiləm də. Yəni, onların bələdiyyəsi tamam bələdiyyə avtonom bir qurumdur. Yəni, işlədiyin bələdiyyə, bələdiyyənin idarədə, o da bir məntiqə söykəndir ki, mən məsuliyyət daşıyıramsa, işləri mən görürəmsə, bələdiyyə o bir tərəfindən mən görməliyəm ki, işimi qurarım. Yəni, başı qurub mənim işimə müdaxilə eləməsin. Təbii ki, o qanunvericilik çərçivəsində bəlkə özüdür. Amma onlar bələdiyyə tam ayrı üsuldur. Biz onları araşdırmışıq, onlarla kifayət qədər söhbətlərimiz olanda, onlarda tam, hələ bizim o da yenidir. Biz yeni bir dövlədik, onlar böyük dövlətdən gəlirlər və bələdiyyə müstələr bizim hələ
desək də, insanlar bu insan şuuru məsələsi var. Vətəndaşlar bu ya deyirəm, vətəndaşlarımız elə ki bu məsələdə biraz, nə bilim, o da bir müəyyən məsələdə dövr var ki, başa düşəcək ki, bunun yaşayışı, dolanışı bundan. Yəni, başqa variantı yoxdur. Mən sizdən razıyım, o vergi borç məsələn ödəmir. Onun ayrıcalığına baxmış, o ayrıcalıq. O vaxtda sənə vergi mənə vaxtında olmuş, hansı bu vaxtında söhbətdə olur. Onu da rəsməşdirmək lazımdır, deməli. Xanım diyarlarını probasiya köməkliyi edib, yəni Yönəldir və kartına, iş kartına, məhkəmə qərarı olmadan onu edə məhkəmədən gelməli. Məhkəmə Ağlı bələdiyyəsində ben bələdiyyə üzrə deyiləm, amma bundan qabaq görmüşüm, orada bir neçə siyah vermişdi kütləvi borcu olan vətəndaşlara. Mən kömək eləməni görmüşüm. Portal yaradılır, Digər banklarda eləmirlər, bankda da məhkəməyə gedilməmiş probasiya yönəldə bilir. Yox, indi biraz qanunca düzdür, dəyişiklik olur. Yəni mən o qanunu dəyişiklik elədim, amma yəni vermişdi bir 15-20 kütləvi borcunlar dolanmalı. Yəni kömək eləməmişdim. Xanım onu görə maraqlı yəni. Bunların vahid pəncərə sistemi, keçirlər səhvələməksə, yavaş-yavaş keçirlər, tam da deyiləndir ki, o vasitəsilə məsələləri tənzimləyə çalışırlar. Məsələn, şəhərdə özünüzdə acil ev alı satıcısında birinci o sənəd istəyirlər ki, sənin kanalların bağlı borcu var ya. Məsələn, 80-də məsələni qaldırırlar ki, məsələn, torpaqlama satır, oluna satır, borc belə deyilə bilmir ki, kimdən alır. Mən biraz lakal deyirəm. Yəni ki, əvvəlki borcu var idi, satır idi bunlar, bilmir bundan alır. Yəni, bunları çox güman ki, mən bildiyim qədər bu təzə sistemdə bu yaradılacaq. Mən bildiyim qədəri sistemə belə bir əlavə olunacaq ki, belə torpaq alqı satışı vətəndaş eləyəndə bələdiyyədə belə bir kağız almalıdır ki, yəni mənim şeydən bağlı borcum yoxdur, bələdiyyə ona icazə verir. Deyəsə, belə bir sistemə görə o məsələləri, çünki hələ açıq mən o sistemi tam bilmirəm, çünki bulanmır sistemdir. Sadəcə biz məlumatlara görə o bələdiyyə salınmalı bu sistemə. Yəni, bilməm, Suanlı Bəy xanımı Bilirlər, notaristlər edirdi, ondan sonra dedilər ki, ihtiyacımız yoxdur. Yox, notaristlər alınır, sistemin özünə bələdiyyənin torpaq alqı satıcısında orası salınmalıdır, ki, bələdiyyə icazə kağızı olmalıdır. Notaristlər hazır ki, bələdiyyənin sənədini açılır. Əsas ona lazımdır, o tələb eləsin ki, görün borcu var yox. Yəni, sistemə tələb edilir, təbii ki, vətəndaş məcbur edilməsi. Elə problemlər bir sinə görə çox. 10 hektar misal torpaq sahəsi var, kənd sahəsində satır. Bakı şəhərində. Bir sənət gələsindən arayışlar həll olunur. Bu məsələləri və yeni sistemdə bunları nəzərə almağa çalışır. Siz deyən məsələlərdən məlumatları var yəni. Boşluqlar kifayət qədərdir. Yavaş-yavaş o boşluqları doldurmağa çalışırlar. Bu tədbirlərdə də həm o boşluqları görsənməsiz keçirir. Yəni ki, nə var, nə çatır, nə çatışmıyor. Bu ənkəl sahələr var, rast gəlmişəm də, belə ki, əvvəldə nümayəndəlik edəcəm, indi bir də palasla qorqandır. Vətəndaşlar, bax, bizə gətirib verirlər sənədi, kənd təsərrüfatlar, borcu olan adamın sənədi deyir ki, bələdiyyə bir kənd təsərrüfatları var. Vətəndaş subsidiyası müraciət edəndə, kənd təsərrüfatı idarəsi onun çəkdiyi bələdiyyə borcudur, o məcbur ödəyib qəbirləsin sənədi. Yəni, belə olursa, məzəmətli bələdiyyələrin də kənd təsərrüfatı idarəsinin subsidiyası vətəndaş sənəd təqdim edəndə, çünki bir bələdiyyədə borcu varsa qəbul edəməsə sənədə, o məcburdur. Az məmlərdir də, hamımız bilir ki, bələdiyyə pula azdır, onun məcbur edəməyəcək. Məbləğ özü ilə yenə də o qanundakı olan bu boşluqlardan istifadə edir. Qarşı tutaq ki, o dediyim idarə, onun üçün maraqında iş deyilsin, ağzı satsın, o bələdiyyə maraqlandırmır. O kömək olar. Amma kömək olar. Amma bunu qanun vericiyə salanda, sistemə salanda, ondan sonra daha rahat olur. Sizin də başınız bələdiyyə üzvlərlə başqa bir sakit olacaq ki, kəndin mənasından subsidiya vaxtı, misal əvvəldən 120-130 vətəndaş müraciət edir. Böyük bələdiyyələr var. Onlar misal sənəd qəbul edəməsə, çək borcu gəlir. Bir dənə arayış lazımdır. Çünki bələdiyyələrin təmizlik haqqı gəlir.
Ya belediyeden o alması belediye pulu ödür verilmiş adam. Əvvəl Məsələ həll olunacaq. Ona belediye de deməyə bahane gətirməyəcək. Çünki belediye Ya bugün bir sürü vətəndaşlardan Geçen gün de alındı belediyelerden. Şərait yoxdur, Alınması problemi. sənədin qəbul eləməsi o məhdudiyyət ödəyəcək. Təbii. Kənan müəllim, əvvəl bələdiyyələr verirdi, kənd sekretləri verirdi kağıdı, sonra aldılar birbaşa daimə verdilər. Daimə verən kimi sizdə olur bu belediyə bizə müraciət edir, siyahı verir. borcu da ödəyirdi, gedir. Borcu olan adamların sənədlərin qəbuluna. Biz də gələndə gücümüz çatan qədər bir gün yapar bilər. O səlahiyyət bizdə yoxdur. Onu alan kimi boşluq oldu. Necə ödənilir? Tam razıyım üstüne, o məsələlər. Onu qaytarıb versinlər icra nümayəndələri. Heç verməsinlər, fərqi yoxdur. Ya təsərrüfatın idarəsində tələb edir. Yox, o məsələni mən belə başa düşürəm. Heç kim verilirsə, sistemə salınacaq. Belediyələr üçün yeni bir sistem yaradır. Ümumi sistemə qoşulur, mən bildiyim qədəri. Mən də olan məlumatda belə deyil. O sistemdə bu işi avtomatik göstərəcək. Bütün belediyə, torpaq haqsasında hansı qurulmalı olursa, o bəndi görəcək olur ki, belediyədə bu sənəd olmalıdır. Yəni ondan sonra istənilən bunun o məsələ əməl edilən borcu. Müəllim, üzr istəyirəm, biz indi burada bir təklifə veririk. Onlar hardasa işıqlandıracaqsınızlar. Təbii ki. Mən iki dənə əsas məsələyə Özüm də zəhmət təqdim edir ki, düşünürəm. Mustafa Büzurlu Həsənoğlu, Gəncə Belediyesi Sərc müavini. Aha, çox iyi. Bazar iqtisadiyyatı. Bazarda. İndi baxırlar ki, kimsə hansı bir vətəndaş, hansı bir Bakıya 1200-ə, 1500-ə sotu yer satır. Məsələn, lap Gəncəyə götürür. Biz bu günləri 700 manatdan yazıb sotu göndəririk, gedir imtina gəlir. Ki, 700 manat yox, sizdə bazarda 1200 manat göstərir. Halbuki Gəncənin özündə 12 sotla bir dəqiqə satdığı ev var, 18 minə verir. Belə götürəndə, işığı, suyu, hər bir şey də var. Bizdə bu qiymətlə bağlı, yəni ki, qrup 1000 manat, 1200 manat sotu, məsəl üçün Pirəmsəndə çıxır, ay günündə çıxır da, bunu biz qiymətlə də bağlı işləyə bilmirik. Suyunu artırlar, mən belə başa düşürəm. Siyasətdə bu dediğiniz məsələ çox yeni məsələdir ki, onlar da qiymətlərindən məsələsi çox narazıdırlar, iş görmək imkanlarının çox zəyərdir, gələ sənədlərlə işdir. 5 manatları dışarıda qiymətləndirmədən. Hətta onlar bir məsələ dedilər ki, bu torpaq qiymətlərini özəl şirkətlərdə onların sənədini qəbul edənlər. Özəl qiymətləndirmənin, özəl qiymətləndirmə gəlir. Bəli, MMC-də. Onların da diləkdə sənədini qəbul edənlər ki, özlərinin belə deyək, ancaq dedilər qiymət sonuna durur, əmlak kalitəsində sənəd o da reallıqdan uyğun deyil. Məsələn, kətdə torpağın hamısı bilir ki, bunun satış qiymətləridir, alış qiymətləridir. Tutaq ki, mən Gəncə adamdır, mən... Bir dəqiqə məsələn 2500-də şəhər bələdiyyəsində gəlir. Bizdə də ki, 10 min valda, bizdə də burada çıxır 1000 manatda 1200 manat. Biz də ki, işləyəlim, vətəndaş şirkət qardaş, mən istəmirəm. Bu günlər bir ki, məcbur olub yer alır, deməli evi tikilib, asan qiymətdə olan qazla bağlı mı, işıqla bağlı mı, sayğat qoyulmaq çox. O gəlir, məcbur, bu Qanabaş və Düz Bankda məcbur yeni sənət təşkilir. Amma bu günlər kimsə məcbur deyilsə, əvvəldən tikibsə, qazı var, işığı var, siz gəlmir, qardaş, bir dəqiqə vəziyyət budur da, sizdə 1000 manat, 1200 manat. Vergidə 1800 Yetidə də hamısı da bağlı, o cəhətdən bir kömək eləmək lazım. Belə deyil, problemi görürsün, bu problemdən çıxış olunca görürsün, bu öz aləmində necə həll edilir? Qiymət aşağı salsın. Yox, qiymət aşağı salmaq demək asan deyil, belə deyəsən ki, qiymət aşağı salsınlar. O MMC-lərin ixtiyarı vardır, mən bildiyim qədər ki, onların sənədi qəbul olmalıdır, yox, qanunla. Yox, onlar deyir, bizim dediyimi MMC, mən bələdiyyənin hədiyi qiyməti MMC verir. Mən aldım artimlə, tikdim işin üstünə göndərdim, gelib Bakıda qayıtıb gəlir ki, yox, bu qiymət düzdür, burada məsəl olmalı. Orada mənim ərazilər, mən dində təşkil ərazilərlə görmüşməliyim, məsələsi göstərilməlidir. Gəldabda bir olmalıdır, məsələn, səndə bir qardaşlar Yetidə kimin yer istəyir, kimin yer lazım məsələn. Bu oran vətəndaşı istəyəndə 1000 manata, 1200 manata yetmək istəmir. Yəni, hər kəndin ərazinin öz qiymətləri. Eğitimdə məsələn, onu demək istəyir, Gəldab mərkəzdir, bir dənəyim var. Qiymətdən oranın fərqli olmaz. Bu günləri müəllimlər məsələn, orada girəndə, hansı kətlərdən var,
Deməli, bu bir il neçə ay içində, məsələn, bir dənə məhəlləyə girdinizsə, orada deməli 30 dənə ev varsa, məsələn, 5 nəfər yoxdur, soruşurdum ki, Bakı yolda işləməyə. Bu bir ilin içində 30 dənə ev olan yerdə 5 dənə qonşu, 5 dənə qonşu qoşulur. Tərk edince, getdinizə kəndi tərk edin, boşaldı kimi o qiymətə, bəli, satın. Söhbət o bundan gedir, bunun işin alınmaq lazım, əsas. Dediyiniz məsələdə kifayət qədər ciddi məsələlərdir. Yəni, belə deyək, yenə də açıq yenə deyim, mən həyata keçirilən qədər bu problemlərə şəhərdə belə çox görməyik. Amma gəlib dinlədikcə görür ki, daha aktual məsələlər ortaya. Vətəndaşın da, bələdiyyələrin də, yəni ki, bələdiyyə yenə seçilmiş qurumdur, yəni bunların. Amma sizin bu məsələləri vətəndaşlardan ya qurumlardan, öz sahibləriniz vasitəsində cəmiyyət ölçülmə imkanlarımız necədir? Deyilik, iclaslarda çox deyilik. İclaslarda deyil, bu çox belə deyilik. Məsələn, vətəndaş, mən kim adam, buraya gəlməmişdən açıq baxıranda sosial şəbəkələrdən, media saytdan, yazdan görür ki, şardan deyəsi, yəni nəsə, bələdiyyə ilə bağlı qabağıma nə çıxırsa, təbii ki, ciddi şeylərdə, qurumlar, yollar qoyduğu məsələsi. Yox, yollar qoyulmaq şey, vergi məsələsi, cəmiyyətdə. Yox, iyiliyə cavab ayrıdır. Yox, onu biz ədliyyə bağlı, o iyilik hesab. Ədliyyə qoyulur, biz bura ədliyyəni, biz ictimaiyyətin tərifləyik. İctimaiyyətin sosial şəbəkələr. O məsələdə və nizamnaməmizdə var. Yəni, sizdən istədiyi bir ayrı bir şey deyil. Nizamnaməmizdə var ki, 6 aydan bir illik cəmiyyətə şey verilməz, hesabat verilməz. Bu, bələdiyyənin öz qanununda var. Mən sizdən də belə bir şey istəmirəm. Sadəcə belə də, bütün insanlar biraz nəvim çəkiləcəndir, müəyyən şeylər başa düşənlər şey. Amma yenə də, o hesabat verir. Yəni, vətəndaş özü də bilməlidir ki, bundan nə yığılır, nə yığılmıyor. Orada açıq deyə bilər ki, ki, ərazidə burada, ev burada ki, vergisini verməyib. Orada nə problem var ki, açıq bilir ki, belə deyil də, statistik rəqəmlər lazım bizə. Bizə 50-50 patmalı söhbət lazım deyil. Mən çünki yenə də, hamımız bilir ki, rəqəmsal hökumət özü marağındadır, rəqəmsal keçid eləməyi, Cənab Prezident süni intellektlə bağlı kifayət qədər belə də gələcəyimiz düşünəli o istiqamətdə mükəffəl etmək. Çünki istəsə, texnologiyanla ayaqlaşmasa, belə deyək də, bu dünyada yerimiz tutub yaşaya bilmərik. Yəni, bu absurd bir məsələ olar. Yəni, o baxımdan bu məsələdə biraz spesifik xüsusiyyətləri çalışmalaşır və hesabat qoymağı belə deyək, marağında olur. Yəni, siz ədliyyə verə bilərsiniz, vergilərə verə bilərsiniz, hesabatınızı bu təbii ki verirsiniz də bu söhbət yox. Maliyyə verəcəsi təbii ki verirsiniz. Hər şey, bütün dövlət qurumlarını olsa verirsiniz. Cəmiyyətə də müəyyən qədər belə deyək də, gördüyünüz işlər barədə məlumat verir. Burada qeyri-adi bir şey də yoxdur yəni. Vətəndaş bunu deyir, məsələn, biri də mənədir, yəni bələdiyyəm, hansı bir bələdiyyə arasında mən də yaşayıram. Mən məsələn, rayon mərəzi getdi işlərini görməyəliyəm, bilməməliyəm. Yəni, siz öz problemlərinizi deyəcək. İndi burada belə deyim, gedib kənddə təbrik etsin, onlar sizdən en qədər ilah bildirəcəklər bələdiyyələrə. Düzdür, deyəcəksən ki, sən vergi vermirsən, amma bu qədər tələb edirsən də, yəni, Moğlan sözünüzü pulu və düdüyü çatda, məsələ var, bir şey belə məsələlər var, amma o da öz haqlı tərəfi olacaq. Biz o baxımdan yəni, burada sistem müzakirə olub nədir ki, siz %100 hər şey belə deyək, siz öz prizmanında yanaşırsınız, o %100 ola bilər. Amma başqa prizmadan baxanda %100, yenə bir koordinasiya olunur. Hələ onu soruşacağım, məsələn, sizdən ki, sizin indiki bu birləşmədən sonra bələdiyyələrin ştat məsələsi var da, artırmaq lazım, mən belə başım. Artırılır mı, yoxsa bu istiqamətdə gedirmi? Çünki ərazi böyüyürsə, ştat da böyüməli istər-istər, məntiq bunu deyil. Sizdə bu məsələ deyil. Ştat böyüdür, bəs onun maliyyə. O məsələlər bilməlisə, bəli. Ştatlarımızın sayını artırır, biz işlərimizi görürük. Amma az o ştatla da o işlər görürük burada. Tərzində də yoxdur, tərzində etdiyimiz qədər. Bu, birləşən bələdiyyələr var, sizdə məsələsində, onların bələdiyyə üzvləri deyək, o şərtləri deyək, onlar nəzər bələdilər, koordinasiya edən bir adamımız var mı, o baxımdan, sistemlərə qurulur mu? Onlar maaşlı oturur, yoxsa bələdiyyə, yoxsa körünlük, İngəl, dövlət, yəni maaşlı. Təxminən məsələsində burada neçə bələdiyyə, şahlarında neçə bələdiyyə, 5-dir, 2-3-dür. Belə deyək, hər, indi burada işləq edənlərdən deyiləm, ştatda neçə nəfər? İşçilərdə çox güman ki, bilirlərdə ciddi bir
vaxt deyil, çox güman ki, yenəcəm. Amma hökumət yenəcəm bu işlərlə maraqlanır və bələdiyyə yenəcəm ən ciddi qurumlardan biridir. Gələcəyinə bunu daha çox istəyəcəyik. Çünki yenə başa seçilmiş vətəndaşların seçdiyi bir bələdiyyə namizədlər burada bələdiyyədə olurlar və o bələdiyyə idarəsi seçilmək, bələdiyyə hər bunun üçün bələdiyyədə yenə bölgədə köklənən Milli Məclisi prezidenti bir də şöyle qurum var ki, seçiklik yoluna, falan qurumdan hamısı təyinatdır. Yəni bu məsələ məsuliyyəti birə eşandır. Ən çoxu da bu məsələ də önəmlidir ki, ölkədəki stabiliyin, rahatçılığın da, narazılığın da qarşısına ala biləcək bir qurumdur. Yəni, vətəndaş ən çox nədən narazılığı olur? Sosial təminatlarından ya çayından, suyundan, yeyindən, ekologik belə məsələlərdən çox vətəndaşın rahat edən. Maaşlar məsələn, hamısı deyəcək, o problemlərdir ki, maaş azlığı olur, deyəcək belə deyək, amma o var, belə deyək, ayrı bir üstü. Amma vətəndaş ilk növbədə bunun rahatsızlığı üçün, dediyim kimi, su, işindən, yol, bu məsələlər dağılmışdır. Yeni qanunvericilikdə mən bir məlumat okudum bu yaxınlarda, hətta hökumət dəniz suyundan da istifadə edənləri, hətta həyatında bu yolanlara da mənqərə vergilə təklifləncə, bizdə o Bələdiyyənin həzmində də enerji yaratdı, yəni ki, öz işlərini özü görür, bələdiyyənin maliyyətləşdirdi. Bizdə problem nədir mənim? Bizdə məsəl üçün torpaqlar var ki, fərdi mənzil tikintisi üçün onlar satıla bilmir. Bunu sağ tərəfdə verilir, sol tərəfdə verilir. Vaxtlıkən onlar əmrah şartda olduğunu deyənə, indi onlara satış verilir, icazə verilir. Deyək ki, perspektif ona uyğun deyil. Onun üçün hansı ki, gedir atqaz gəlir, yəni sənədlər gedir atqaz gəlir. Torpaqla vaxtlıkən ki, əmrah şartda olur, onlar sınırlıqda binaları olur, o yerdə haqqında yoxdur. Çox əksəriyyəti alınır. İndi biraz qalır, boş yerlər qalır, onlar sənədləşdirmək istəyirlər. Onlar üçün atqaz gəlir. Məsələn, vətəndaşlar var ki, çıxarış almayıb da 11-ci ildən, 2011-2012-dən. Onlar qalıb, problemli qalıb, çıxarış alır. Hansı qurumlarla əsas problem? Atqaz hansı torpaq xərci çəkmədən? Bəli, atqaz gəlir ki, imtina gəlir ki, onlar perspektiv plana uyğun deyil. Onlardan gəlirdir ki, imtina səbəbində olur əsas deyirsiniz. Deyir, əmlak haqqı gelir. Kimisə əmlak haqqı? Bəli, kimisə əmlak haqqı gelir, safhoz haqqı olur. Safhoz olur. Yəni, o belə deyir, safhoz olur. Köynə sənədlərə dedik. O yerin ərazisi nə qədər? Yox. Necə? Ərazisi nə qədər? Şimdi başa düşdüm. Böyük ərazidir də, yəni ki, sağı solu verilir, çıxarışlar qalır, beləsi var çıxarışlarına, beləsi var çıxarış. Allah bilmir, qalır, bütün məhkəmə Son qalır, sata bilmir. sata bilmir, də qalır. Qirafa verirlər də xanım, deyəməmişdir. Atqaz geri qayır. Yəni, deməli, onun sahibi var, amma belə qeyri-müəyyən ki, İndi boş yerlər də var, sənədləşdirə bilmir, boş yerlər də var. boş yer, deyirsiniz, boş yer, yüzdən boşdur. Amma kimsə ayağında da belə üzrdən qalmış. Təyinatı üzrədən. Kimsə ayağında da boş dediğin yeri, üzü boş ola bilər amma. Hansı idarənin, Safhozun binaları da, safhozun binalarımız bələdiyyədən bələdiyyə olmuş. O safhozun bələdiyyə Özəlləşdirmək istəyirlər, deyil mi? başa düşdüm, yox, amma yenə o sənədə ki, hansısa bir idarənin ayağında qalır, balasını Bələdiyyənin ərazisində. Onun yenə gələ sənədə ərazisi mənə deyil, ərəndə belə bələdiyyə ayrılan torpaqlar var da, konkret deyil. Perspektiv deyil. Mən bilmirəm ki, sədr lazım deyillərdə olub, verilmişlərdə olub, hələ ki, qərar verilməyib. Yəni, qanunvericilikdə bilməyən şeylərlə bağlı məsələ olur. Yəni, bu kişi, o yüzdə boşluğunda da, kimsə balasında sözlər. Dövlətin balansında, sadəcə olan bələdiyyə verilir, yəni. Perspektiv deyil də. Onlara çox işlər götürür, məsələn, işinlandıma gedib birləşir. Köhnə hərbidə perspektiv çoxluğu, saxız müəyyən qədəri, gücümüzdə perspektiv deyil gəlmək. Başlıq rəvəndə edilmişdir. Ona görə sata bilmir. Deməli, bizdə vətəndaşların çıxarışları edilir, vətəndaşlar yola satılır, yerlərin bağlı, ona görə onlardan vergi cəlb edir. Bu
Nə subsidi yazdıra bilmirlər. Yox, çoxdan harası 2011-dən bəri qalında çıxarışlarını ala bilmirlər vətəndaşlar. Dövlət rəhbərliyi vaxtında ki, torpaqlarını satırlar, o çıxarışlarını ala bilmirlər, qaldı sənədləri. Nə subsidi ala bilmirlər, nə biz də onlarla verdiyi cəlbə görürük. Yenidən bu yola çəkiləndə təzdən o sənədləri qaytarmalıydı. Çıxmalıydı, satmalı olmalıydı, o çıxarış qaytarmalıydı. Yəni, bir çoxunda gəldi. Şeylərdə məsələ həll olunur. Həll olunmuş şeylər məsələ. Yəni, vətəndaşlara təzdən texnik pasport qeyd. Bir əzlərində olmuşdu, bir əzlərində yox, gəlmiş. Ona bağlı müraciət edirsə, mən bilən bizim də nömrələri üstə götür, diqqətə saxlayaraq 070 mən maraqlı götürürəm. Bu şəklində eləməlidilər. Həmin papuca demək, Yox, o məsələ olunmaz. O məsələ olunmaz. Onun üçün məsuliyyət tərəfdir, çünki 070 730 4990 Şaban qadın, yəni birinin sənədən, bu məsələ ilə bağlı belə deyək. Bizə də müraciət edib, biz adəti vurmaq, biz ardından şeylər ki, bu məsələ niyə həll olmalı? Çünki bu məsələ avtomatik həll olmalı. Yox, çoxdan qalıb, ona çox yerin müraciət edirlər. Siz 2000 yenə nömrənin WhatsApp-da var, ərzənin şeklini çəkib mən asılıq qədər, hansı quruma çıxarır? Bu şəklində yazsılar. Pasport seriyasının nömrənizi qeyd edin, kimlərdə bir şey deyil. O formada müraciət hal edirsə, ərzə forması. Onu yazın, onun bir kopyasını zaten. İndi mənim ola bilər ki, vaxtidən arxasının alma olur da, yəni onu necə eləsin olur? Onu belə deyək, o şey ki, sənəd verilmiş sözlərini qaldır, onu fərq eləmir. Kimdən qol çəkilər? Kimdən qol çəkilər? Əsas məsələ odur ki, niyə görə sənəd verilmir? Yəni, o yol üçün dövlət əhəmiyyətli yerlər. Dünyası değişmişsə həmin adam, mən bilən o məhkəmə yoluna. O onun özünü şirkətdən usad verildir. Bunu niyə görür? Yox, qalmışdı, bir əzlər almışdı, bir əzlərində qalmışdı. Yox, çox şeylərin məsələ tanışmışlar, yəni o problem hamısından oldu. Əvvəlki xəritənin yılı var, xeyirmiş pasportlar yılı var. Yılı onlar gedir. O sadəcə, belə deyək də, təmbəllik yəni. Siz bir əlinizə müraciət edin, o məsələn bizə maraqlanır. Çünki yenə dedim, o məsələ açıq indiyəcən qalmalı, xeyran mütər. Çünki bizdəkilə yoğun qolun çoxunda xətir bir şey, çoxdan da xərci mütər. Başqa məsələ belə deyək, sizi maraqlandıran, gəlmişkən belə yenə görünür təbimiz təşəkkür edirəm. Yəni, bizim təbii layihə rəhbərlidir, qeyri-hükümət təşkilatına dövlət dəstəkliyi tərcümə maliyyələşirik, yəni olan maliyyəsindən iş görürük və bizim də işimiz, yəni sizlərlə məlumatları çatdırmaq, bir anlarına istifadə edin. Bu fikirlərdə də nə varsa sizə aiddir, indi oturub çay içə bilərsin, yenə çay içə bilərsin. Yəni, söhbət edə bilər artıq, yəni bundan sonra sizin də olmalıdır. Təşəkkür edirəm hər bir.